Salam əzizlərim, hello. Deməli, mənim elə bil ki 7-ci hissim var. Sənə danışacaqdım. Çoxdanıncı ildə mən məktəbin yuxarı siniflərini oxuyanda, təhsil alanda orta məktəbdə, Səlim Elemana qurban. Biz Kiyevə getmişdik, Turpayevskaya, turistik olaraq. Və yanılmamsa Krişatik küçəsində idi. Orada yağış tutdu və biz dayandıq. Orada bir poçtamp var idi və belə bir, necə deyim, poçtun qapısının üzərində belə bir arka var idi. Və anam gəlib bir də ki turistik olan, bizlə bir otaqda qalan qadın dedi ki, gəl duraq burada, yağışı gözləyək. Nəsə mən elə bir iç səsim, duyğum, 7-ci hissim dedi ki, burada dayanmaq olmaz. Nəysə, ayağımı dirədim, iki ayağımı bir başmağa dirədim ki, biz buradan gedək. Yaxşı ki də dirəmişəm. Deməli, bizim getməyimizdən haradasa 15 dəqiqə keçər-keçməz, 10 dəqiqə, maksimum 15 dəqiqə həmin dam uçmuşdu. Və onun altında olan insanlar xəsarət almışdı. Bilmədim, daha ölən olmuşdu ya yox. Məncə ölən də olmuşdu. Ona görə öncəki videoda dediyim kimi iç səsinizi dinləyin, intuisiyanızı, 7-ci hissi dinləyin. Qədimdə insanların Atlantida dövründə burada 3-cü gözü var idi. Yəni bu 3-cü gözünüz nə görürsə ona mütləq olaraq inanın. İnansınız, dünən də nəyə gətirirəm onu? Dünən də bir saniyə. Hə, inanırsınız, dünən də mən mağazanın qarşısına çatanda o yolu gəlirdim, bir damcı qalmışdım. Bilmədim girim, bilmədim yox. İç səsim deyirdi ki, intuisiyam girmə. Hətta döngəni dönəndə iç səsim dedi ki, girmə. Hətta qapıya çatanda elə bil ki, deyirdi ki, girsən ora, yəni zərərə uğrayacaqsan da. Yəni olur elə. Eləcə də məsəl üçün deyirəm, dayım gəlini gözə gətirib. Deməli, mən tez getdim ad gününə, xalamın ad gününə adamlar yığışmamışdı, evə qayıtmalıydım. Elə oldu ki, mən çıxanda bunlar gəldilər, pandemiya dövrü idi. Amma da indikindən uzaq təzə çıxmışdı əməliyyatdan. Heç ili, yəni əməliyyatın ili tamam olmamışdı, onkoloji əməliyyat keçmişdi. Elə oldu ki, xalam dedi ki, yox, qal, heç olmasa eyb yoxdur, yeməkdən qabaq bir damcı ye, tortu kəsərik, axşamı gözləmərik. O gözdarın da yaxşı tort pişirə bilir. Tortların hamısını bəyənmirəm, cəmi bir dənə şokoladlı tort var, ondan xoşum gəlir. Nəysə. Amma o günü şokoladlı deyildi, bilmədim nə idi, heç dadı da çox xoşuma gəlmədi. Hə. Nəysə, Happy Birthday hissəsini eləyərik, mən dedim, vlog falan da çəkərəm. O vlog durur YouTube'da. Hə. Və oturmağımla 3 dəfə Instagramdan qazansan, Instagramdan yaxşı qazansan o deyir, talaq oldu. Yenə də 7-ci hissim deyirdi. Bu 3-cü gözüm görürdü ki, oturma. Amma mən nə etdim? Nə 7-ci hissimi, nə iç səsimi duymadım. Daha doğrusu bəlkə də duymaq istəmədim. Məndən bu qədər.